Salam uşaqlar. 120-dən etibarən izahlarımıza davam edək. Deməli, 121-ci sualın izahına baxıram. Bizə nə deyir? Sxemdə verilən relyef formasına aid olmayan əlamətləri müəyyən edin. Birinci relyef formamızın dağ olduğunu bilirəm. Hardan bilirəm? Çünki mərkəzə doğru hündürlük artır. Daha sonra kəsmə yüksəkliyi tapıram. Kəsmə yüksəkliyini tapma qaydası nədir? Deməli, zirvədən ətəyi çıxaraq, kəsmə yüksəkliyi tapmaq üçün zirvədən ətəyi çıxaraq aradakı boşluğa bölürəm. Daha da zirvə deyirəm, əstəğfurullah. İki nöqtə arasındakı fərqdə böyükdən kiçiyi çıxaraq aradakı boşluğa bölürəm. 150-dən çıxıram 90-ı və aradakı boşluqların sayı. Yəni burada xəttlər yox, yəni deyirəm ağlara, boşluqlara baxıram. Bir boşluq, iki boşluq. Hər boşluğa bir nöqtə qoydum. Bu elədir 30 metr. Yəni 150-dən çıxıram 90-ı 60, bölürəm 2, 30 metr. Aram biri 30 metrdir. Və 90 isə təbii ki, dağ olduğu üçün buralar 60 metr, bura 90, 120, 150, 180. A nöqtəsi təbii ki, neçədən böyük olar? A nöqtəsi böyük olar 180-dən. Amma A nöqtəsi neçədən kiçik olar? A nöqtəsi 210-dan kiçik olar. Çünki 210 olsa gərək bir dənə də horizontal çəkək bura. Deməli, A nöqtəsinin hündürlüyü 180 ilə 210 aralığında bir rəqəmdir. B nöqtəsi də onsuz da baxanda görürəm 120 metrlik horizontal üzərində yerləşir. B də 120-dir. İndi görək bizdən nə istəyir? Kəsmə yüksəkliyi 30 metr, B-nin hündürlüyü 120 metrdir. Kəsmə yüksəkliyi 30 tapdıq, bəli. B-nin hündürlüyü 120 tapdıq, bəli. Amma biz bunu götürmürük, çünki bizdən səhv ifadəni istəyir. Yəni aid olmayan. Bu ərazidə yaranan çaylar A məntəqəsinə doğru axar. Təbii ki, səhvdir. Çünki dağ olduğu üçün A məntəqəsindən, yəni mərkəzdən kənara doğru axar. Səhv ifadəni götürdüm. Relyef formasının nisbi hündürlüyü 120 metrdən azdır. Nisbi hündürlük deyək ki, zirvə və ətək arasında fərq olsun. Yəni nağdı buradan bura ən azı, yəni 180-dən 60-a 120 metr var. Üstəlik A-dan da 180-ə müəyyən bir hündürlük var. Bu 0-30 arasında bir hündürlük. Yəni bu 120-dən çoxdur, az deyil. Ona görə bu da səhvdir. Götürürəm. A nöqtəsinin mütləq hündürlüyü 220 metrdir. Xeyr, A nöqtəsi yenə deyirəm 180-dən 210 aralığında ola bilər. Yenə səbəb nədir? Çünki bu horizontal 180 oldu, daxili horizontal. 180-dən böyük, kəsmə yüksəkliyi 30 metr olduğu üçün 210-dan kiçikdir. Çünki A 210 və ya ondan böyük bir rəqəm olsa, gərək bura yenə bir dənə horizontal əlavə edeyim. Deməli 4 də səhvdir, götürdüm. A nöqtəsi bu ərazidə hakim yüksəklik təbii ki, dağ olduğu üçün az zirvədir. A ilə B arasında hündürlük fərqi 90 metrdən çox ola bilməz. Baxaq, buradan bura 2 dənə boşluq var. Eləyir 60 metr, boşluğun 1.30, 2 60. Plus, buradan da bura yenə deyirəm, 0.30 aralığında müəyyən bir hündürlük ola bilər. Bu da yenə 90-dan çox ola bilməz. Bu da düzgün ifadədir. Deməli 121 oldu, 204. 122-yə baxıram. Kəsmə yüksəkliyi 15 metrdirsə və bura çökəklikdir. Bu zaman bizim qaydamız nə idi? Çökəklikdə özündən böyük kəsmə yüksəkliyi qalxız bölünən birinci ədəd. 325-dən böyük kəsmə yüksəkliyi, yəni 15-ə qalxız bölünən birinci ədəd olar 330. 345 və 360. Xarici horizontal, yəni K nöqtəm 360-dır. Bizdən deyək K horizontalın mütləq hündürlüyünü istəyir. Cavabımız olur 360 metr. Aha, 120-ə baxıram. 123-də deməli nə arşı olar? Fikir versəz görərsiniz ki, 123-də artıq miqyasda nə var? Miqyasda en var, uzun var, sahə var. Bunlar sadəcə sözdür ki, artıq düsturda miqyasını ağarmaq lazımdır. Kvadrata yüksəltmək. Yəni əgər sənin sualında sahə olarsa, miqyas kvadrata yüksəlir, yadda saxlayın. En uzun söhbəti gördüm, en uzununa vuraq. Düsturumuzu yazırıq birinci. Həqiqi məsafəmiz bərabərdir. Xəritədəki məsafə vurulsun, miqyasın kvadratı. Niyə miqyasın kvadratı oldu? Yəni deyirəm, burada söhbət sahədən gedir. Bizə sualda nələr verilib? Bir bölünsün 600 min verilib. Bu bizim miqyasımız olar. Miqyaslı xəritədə, deməli artıq bizim xəritədəki məsafəmiz də var. Xəritədəki məsafəmizi isə necə tapırıq? Xəritədə bataqlığın uzunluğu 3, eni isə 2-dir. Yenə deyirəm, en uzun gördüyüm bunlar bir-birinə vurun. 2-ni vururam, 3 eləyir 6 santimetrin kvadratı.
Deməli bizdə puşt, yenə deyək. Artıq miqyas var, xəttəç məsafə var. Nə yoxdur? Həqiqi məsafə yoxdur. Həqiqi məsafəni tapmaq üçün xəttədəki məsafəni, yəni 6-nı vururam miqyasa. Amma miqyası nəyə? Kvadratına. Bizə ədədi miqyas verib. Bildik ki, ədədi miqyasla biz hesablama işləri apara bilmərik. Bunu izahlı miqyasa çevirmək lazımdır. Sıfırların sayı 5 olduğu üçün elə 5 sıfır silirəm eləyir. 1 santimetrdə 6 kilometr. Yəni bizim miqyasımız bir növ 6-dır. Yəni yadda saxlayın ki, olar. Heç vaxt ədədi miqyasını hesablama işləri apara bilməzsən. Mütləq ki, ədədi və xətti miqyas verəndə onu izahlıya çevir. Düsturumuza əsasən miqyasımızı da kvadrata yüksəltdik. 6 vurulsun, təbii ki 36. 6-nı 36-ya vuranda isə neçə eləyər? Təbii ki 216 metr. Kilometr daha doğrusu. 216 kilometr. Yenə 24 bu tip sualdır. 24'ü də yaza bilərik. Baxaq 24'də şu olar. Bir dəqiqə bu aşağı düşdü. 24'də nə deyir? Miqyası 2 milyon olan xəritədə. Yəni en uzun söhbəti var, sahə var. Deməli, nə varmalıyıq? Biz yenə düsturdan miqyası kvadrata yüksəltməliyik. Həqiqi məsafəmiz. Yəni düsturu yazmaqdan bezməyin. Həmişə düsturu yazın miqyas sualları görəndə. Miqyasın kvadratı. Həqiqi məsafəm təbii ki yoxdur burada. Fikir versiniz, miqyasımız var. Miqyasdan 5 sıfır silirəm. Birbaşa yazıram bunu. Qalır 20. Yəni miqyasımız elədi 20 kilometr. 5 sıfır sildiyimə görə olan xəritədə, yəni xəritədəki məsafəmiz də neçə olar? En uzun gördüm, vururam en uzundan. 4 vurulsun 3. 12 santimetrin kvadratı. Bizim həqiqi məsafəmiz yoxdur. Həqiqi məsafəni tapmaq üçün nə almalısan? Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni, yəni 12-ni vurmalısan miqyasa, amma miqyasın nəyinə? Kvadratına. 20'nin kvadratı 400, 12'ye vuranda 4800 kilometr. Bu da oldu deməli 24-cü sual. Keçək 25'e. Yenə eyni söhbətdir. Miqyasdır yenə. Xəttin aşağısından yazaq. Burada da fikir verirsiniz nə var? Sahə var, en uzun var. Deməli yenə düsturda miqyasını ağarıram, kvadrata yüksəldirəm. Yəni miqyasda yenə deyirəm, düsturu yazmaqdan bezməyin. Amma burada fikir versəz, en uzun verib, amma hardadır bu en uzun? Yer səthində. Deməli ki, buradakı en uzun sənin həqiqi məsafəndir. Həqiqi məsafəni tapmaq üçün en olan 45'i vururam uzunluğa, yəni 60'a. Bu da 2700 kilometr eləyər. Və miqyasdan yenə deyirəm, ədədi miqyasda sən hesablama işləri apara bilməzsən. 5 sıfır silirəm. İzahlıya çevirirəm. Miqyasın deyilədi, təbii ki 30 kilometr. Niyə kilometr yazdım? Çünki 5 sıfır silmişəm. Sənin nəyin yoxdur? Xəritədəki məsafən yoxdur. Xəritədəki məsafəni tapmaq lazımdır. Düsturda hərəsini öz yerinə qoyuram. Həqiqi məsafəm 2700 bərabərdir. Xəritədəki məsafəm yoxdur. Miqyasım isə yenə deyirəm 30'dur. Amma sahə sözü olduğu üçün, en uzun olduğu üçün miqyasın kvadratından söhbət gedir. Burada miqyasın kvadratı 39 edir. 2709'a böləndə təbii ki 3 santimetr kvadratı qalır. 26 yenə bunun eynisidir uşaqlar. Onu özünüz yazarsınız. Yaxşı, yazaq da 26'dan yazaq da siz. Deməli 26'da nə deyir? Miqyası 600 veribdi. Nə alardım? 5 sıfır sildim, 6 qaldı. En uzun. Hardadır en uzun? Xəritədədir. Yenə sahə var. Nə alarım? Miqyası yüksəldirəm kvadrata. Həqiqi məsafən bərabərlik. Xəritədəki məsafə olsun miqyasın kvadratı. Fikir verirsiniz, bütün miqyas suallarında deməli düsturu yazmışam. Yəni düsturu yazmaqdan bezmiş olar.
Bizdə yenə bax fikir versiniz, miqyasımız var 6 kilometr. Niyə kilometr? 5 0 sildim buradan mən. Xəritədəki məsafəm var. Deməli en3 uzunluq 4. 12 santimetrin kvadratı. Miqyasımız sualdır. Daha doğrusu miqyas deyirəm, həqiqi məsafəmiz sualdır. Həqiqi məsafəni tapmaq üçün nə qarmalısan? Düstur əsasən xəritdəki məsafəni vururam miqyasın kvadratına. Yəni 12 vurulsun 6. Amma 6'nın nəyi? 6'nın təbii ki kvadratı. 12'ni vuranda 6'nın kvadratına, yəni 36 edir. 432 kilometr. Oldu sən həqiqi məsafən. Kilometr kvadratı da daha dəqiq olsun. 27'ye baxaq uşaqlar. 127'ye. 127'də nə deyir? Deməli, kəsmə yüksək hündürlüyün 200 metr olduğunu nəzərə alaraq A məntəqəsi mütləq hündürlüyünü tapın. Sadə sualdır. Dağdır da təbii ki bu. Dağ olduğu üçün, varan bir də 200 olduğu üçün 200 artırırım. 1400, 1600, 1800, 2000 və 2200. Yəni A nöqtəsinin hündürlüyü oldu 2200 metr. Yenə deyirəm, o aranın biri özü verib 200 isə 200 artırdım. 1200 özüdür, 1400, 1600, 1800, 2000, 2200. Cavabım 2200 oldu. Baxıram 128'ə. Kəsmə yüksəkliyi 50 metr olarsa A və B nöqtələri arasındakı yüksəklik fərqini tapın. Birinci A və B nöqtələrinin hündürlüyünü tapıram. Aran bir 50'dirsə, təbii ki 50 artırıram. 100, 150, 200, 250 və oldu 300. A'nın hündürlüyü oldu 300 metr. Bu qaydanın B-ni tapıram. 50'dən sonra gəlir 100, 150 və 200. B nöqtəsi oldu 200 metr. A və B arasında fərq də təbii ki 100 metr olar. Və niyə artırdım? Relyef dağdır. Hardan biləm dağdır? Belgişliklər kənara doğrudur deyə. Ondan sonra şöyle davam eləyək. Deməli, baxaq növbəti suala. 129-cu sual. Deyir, sxemdə əsasən A və B məntəqələri arasında hündürlük fərqini müəyyən edeyim. Baxaq uşaqlar, birinci kəsmə yüksəkliyi tapaq. Fikir verək, kəsmə yüksəkliyi bura 1700 metrdir, bu horizontal nöqtə qoyduğum horizontal. Bura 1550 metrdir. Kəsmə yüksəkliyini tapma qaydası nədir? Kəsmə yüksəkliyi tapmaq üçün böyükdən kiçiyi çıxıram, 1700'dən çıxıram 1550'ni və bölürəm aradakı boşluqların sayına. 1 boşluq, 2 boşluq, 3 boşluq. Yəni bölürəm 3'ə. 1700'dən 1550'nin çıxanda 150 qalır, böləndə 3'ə təbii ki 50 metr eləyir. Bura 1550'dir, ondan sonraki horizontal 1600, B nöqtəsi oldu 1650 metr. Yəni B-ni tapmışam 1650 metr. Yadda saxladım. Təbii ki bura 1700'dür, burada 1750 metrdir. Bax 1700'dən sonraki horizontal aranın 150 metr olduğu üçün oldu 1750 metr. 1750'dən 1755'ə, 1755'də neçə metr var? 5 metr. Aydın oldu uşaqlar. Deməli, fikir veririk nəyə? Yəni bax buradan, bax bu horizontaldan bura 5 metr var. 1750'dən 1755'ə. O 5 metri yadda saxlayaq. Daha sonra bax fikir verin. Aranın biri 50 metrdir. Buradan bura 150 metr, buradan bura 150 metr. Bu elədimi 100 metr? Üstə gələk. Buradan da bura olan o 5 metr. Elədi 105 metr. Bu
Bunu belə də tapa bilərsən. A-nı 1755 verib. B-ni 1650. Birbaşa bunlar da çıxanda 105 alırsan. Sadəcə mən nəyə görə izah elədim bunu? Yəni buradan bura olan xətt var ki, o 5 metr olduğunu tapaq deyə. Yəni cavabımız oldu 105 metr, yadda saxlayaq. Daha sonra şu olur. Davam eləyək. 130-cu sual. Kəsmə yüksəkliyi 20 metr olarsa sxemdə verilən çökəkliyin dərinliyini müəyyən edin. Yəni çökəkliyin dərinliyi nə tər tapılır? Ən hündür yerdən ən aşağı yer çıxırsan. Ən aşağı yer 16 metrdir. Bunu bildik. Ən hündür yer təbii ki, xarici horizontaldır. Bu horizontaldır. Bura bir nöqtəsi yazıram. Yəni söhbət buradan gedir. Qayda nədir? Çökəklikdə özündən böyük çökəkliyin ən aşağı yeri burada 16-dır. Yəni təsəvvür edin, bura bir çökəklik olsun. Ən aşağı yer 16-dır. Deməli, sən özündən böyük bir rəqəm götürməlisən. Kəsmə yüksəkliyə qalıqsız bölünən, yəni 20-yə qalıqsız bölünən. 16-dan böyük 20-yə qalıqsız bölünən elə özüdür, yəni 20-dir. 20, 40, 60, 80. Yəni xarici horizontalım 80 metrdir. Çökəklik də dərinliyini tapmaq üçün edirəm. Ən yuxarı yerdən, yəni 80 metrdən ən aşağı yer 16 metri çıxmaq lazımdır. Bu da təbii ki 64 metr eləyər, yadda saxlayaq. Ondan sonra davam eləyək. Deməli şu alır. Bir dənə bunu uzaqlaşdıraq. B və A məntəqələri arasındakı hündürlük fərqini deyir müəyyən elə. Müəyyən eləyək. Təbii ki, bunun üçün biz nə varmalıyıq? Bu çökəklikdir. Bayaqçı qayda ilə gedək də. Kəsmə yüksəkliyi tapmalıyıq birinci. Kəsmə yüksəkliyini tapma qaydasını yada salaq. Böyükdən 1800-dən çıxıram kiçiyi, yəni 1650-ni. 1800 çıxılsın 1650 və bölünsün aradakı boşluqlar. 1 boşluq, 2 boşluq, 3 boşluq. Yəni 3-ə bölürüm. Aranın biri eləyir 50 metr. Təbii ki, bura 1800-dürsə, ondan sonraki bu horizontal çökəklik də azaltmalıyam, mən fikir verin. 1750, B oldu 1700. Bura 1750, yəni 50-lərlə azaldırsan. B 1700-dür, B-ni nə tapdım? 1700. Adaşı təbii ki, özü verir ki, 1555 metrdir. Bizdən də B və A arasındakı fərqi istəyir. Yəni sən 1700-dən çıxmalısan 1555-i, bu da təbii ki eləyər 145 metr. Yadda saxlayaq. Daha sonra digər suallara baxaq. Aşağıda qaldı. Aha. 132-dən baxaq. Bunlar miqyas məsələləridir. Hamısında fikir verirsəz, sahə var şu an. Hamısında sahə var. Bunları yazaq. Miqyasda ümumiyyətlə sahə varsa, yenə deyirəm, miqyasda nə varmaq lazımdır? Kvadratı yüksəltmək lazımdır. Düsturu yazıram. Deməli, həqiqi məsafəmiz nəyə bərabərdir? Xəritədəki məsafə vurulsun miqyasın nəyi? Kvadratı. Ümumiyyətlə, miqyas düsturunda həmişə miqyas məsələlərində üçündən ikisini verir, üçüncünü tapmalısan. Məsələn, həqiqi sahə, elə adından mənim da, həqiqi məsafəmizdir bizim 12-dir. Plus olan adanın 200.000 mənim nəyimdir? Miqyasım. Yenə deyirik, biz ümumiyyətlə ədədi miqyasını hesablama işləri apara bilmərik. Bunu biz izahlıya çevirməliyik. Və 5-0 stiləndə qalır 2. Yəni miqyasım da oldu 2. Bizim xəritədəki məsafəmiz yoxdur. Həqiqi məsafəni öz yerinə qoyuram. Bərabərdir. Bax, düsturda yenə deyirəm, hərəsini öz yerinə qoymaq var. 12 həqiqi məsafədir. Bərabərdir. Xəritədəki məsafəm yoxdur, amma miqyasım var. Miqyasım da 2 elədir. Amma burada düsturda sahə söz olduğu üçün yenə deyirəm, kvadratı yüksəltdim. Xəritədəki məsafəmiz deyilər 12 bölünsün 4, yəni 3 santimetrin kvadratı. Eyni tip sualdır. 133 daha doğrusu yazaq bunda. Deməli, həqiqi sahəm 144-dür. Düsturda artıq burada düsturumuz var. Həqiqi məsafəm oldu deməli 144
Plus fikir versəz görərsiniz ki, yenə miqyas verir. 5 0 sildim. 6 qalır. Miqyasım oldu 6 kilometr. Yadda saxlayaq. Həqiqi məsafəmizdə kilometrlərdir də. Yenə xəritədəki məsafəni almaq lazımdır, tapmaq lazımdır. Hərəsini öz yerinə qoyuram. 144 bərabərdir. Xəritədəki məsafə vurulsun 6-ya. Xəritədəki məsafə də təbii ki, amma üzr istəyirəm 6 yox, biz burada üzr səhv elədik. Miqyasın kvadratı da 6-nın kvadratına. Yəni biz bir növdə qarayırıq. 144-ü bölürük 6-nın kvadratına, yəni 36-ya. Bu da təbii ki neçə eləyək? 4 santimetrin kvadratı. Yəni 6-nın mütləq kvadratı yüksəldik. Bu da səhv eləməyək. Bu qayda ilə 134-cü sualda yaza bilərəm. Fikir verirəm, düsturda yenə bizim miqyasımız var. 5 0 siləndə qalır. Düsturda deməli miqyasımız 20. Xəritədə, yəni xəritədəki məsafəm də var. Xəritədəki məsafədə burada fikir verir, en uzun söhbət var. Uzunluq 2.5, en 2. En uzun gördüm, bir-birinə vurmaq lazımdır. 2.5-yə vuran deyir 5 santimetrin kvadratı. Miqyas var, xəritədəki məsafə var. Təbii ki, nə yoxdur? Həqiqi məsafə yoxdur. Düstura baxıram, həqiqi məsafəni tapmaq üçün nə almalısan? Xəritədəki məsafəni vurmalısan miqyasın kvadratına. Yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasın kvadratı. 20 kvadratı 400, 400 vuranda 5-ə təbii ki eləyir 2000 kilometrin kvadratı. Yəni cavabımız olur 2000. 135-ə baxaq uşaqlar. Deməli 135-də nə deyir? 135-də bizə veribdir. Sxemdə A və C məntəqələr arasındakı hündürlük fərqi 120 metrdir. A-dan C-yə. Bax, buradan bura 120 metr fərq var. Kəsmə yüksəkliyi tapmaq üçün, yəni aranın birini tapmaq üçün, yəni bu fərqi, onsuz yəni çıxıblar da, bunlar hesablamaya ehtiyac yoxdur. 120-ni bölərəm. A və C arasındakı 1, 2 və 3 dənə olan boşluğa. Yəni aranın biri 40 metrdir. Dəniz bildik 0-dır. Bax, bura 0 metrdir. 0 metr oldu dənizin yanı. Biraz rəngi dəyişək, bəlkə belə daha yaxşı göstərir. Qırmızı rəng eləyək. Fikir verin ki, olar. Bura 0 metrdir. Dəniz 0 metrdir. Aran bir 40 metr olduğu üçün 40-40 artırıram. 0, A nöqtəsi 40 metr. Bura 80 metr. Bura B 120 metr. C 160 metr. Ayrı-ayrı nöqtələrin hündürlüyünü tapdım. Bizdən B məntəqəsinin hündürlüyünü istəyir. B neçəyə düşdü? 120-yə. Yəni B oldu 120 metr. Yadda saxlayaq. Kəsmə yüksəkliyi 150 metr olarsa A nöqtəsi mütləq hündürlüyünü tapın. Bura çökəklikdir. Deməli 480 çökəkliklə aşağı hissəsidir. Qaydada nədir? Veriləndən çökəklik olduğu üçün böyük 150-yə bölünən birinci ədəd. 480-dən böyük 150-yə bölünən birinci ədəd təbii ki 600-dür. A oldu 600. 137-yə baxıram. Kəsmə yüksəkliyi 200 metr olarsa A nöqtəsinin mütləq hündürlüyünü müəyyən eləyin. Deməli bizim qaydamız var uşaqlar. Yenə çökəklikdir. Deməli mənfi 150-dən böyük 200-ə bölünən birinci ədəd. Çox uşaq çalışıb bunu mənfi 200 götürür. Amma məsələ nədir? Ədəd oxunda rəqəm böyüyürsə, mənfi rəqəm böyüyürsə, nə qarır? Sıfıra doğru yaxınlaşır. Yəni sən mənfi 150-dən böyük, mənfi 200 götürə bilməzsən. Çünki mənfi 200 mənfi 150-dən kiçik rəqəmdir. Sən mənfi 150-dən böyük, sıfıra doğru bir rəqəm götürə bilərsən. Məsələn, mənfi 149, mənfi 148 və s. Amma onlar 200-ə qalxız bölünmür. Mənfi 150-dən böyük, 200-ə qalxız bölünür, elə birinci ədəd sıfırın özüdür. Yəni bu daxili horizontalım sıfırdır, ondan sonra işlərin bir 200 olduğu üçün elə 200 metrdir. Bizdən də nə istəyir? A-nın mütləq hündürlüyünü. A oldu elə 200 metr. 138 yenə miqyas məsələləridir. Bu tərəfdən bunları silək. Ya da təzə sətrə keçək də silək.
Aha. 138'e yazaq uşaqlar. Demək 138-də görək nə deyir. Miqyası 3 milyon olan. Miqyası 3 milyon olan deyəndə nə vardı? 5-0 sildim avtomatik. Miqyasımız elədi 30 kilometr. Olan xəritədə uzunluq 5n2 və burada sahə sözcükdədir. Deməli mən avtomatik düsturu yazıram və sahə sözü var. Nə qardıq? Miqyası yenə yüksəldirik kvadrata. En uzun da görən kimi nə qarırıq? En uzundan vururuq. Bax bunu bir qədər yada saxlayın. En uzun gördün, en uzundan vur. Və burada miqyasım oldu 30, 5 sıfırlardan sonra. Olan xəritədə. Deməli mənim xəritədəki məsafəmdə uzunluğu 5n2-dir. En uzundan vururam. 5 vurulsun 2, 10 santimetrin kvadratı. Fikir verək. Miqyas və xəritədəki məsafə var. Nə yoxdur? Həqiqi məsafə yoxdur. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vururam miqyasa. Yəni 30-a. Amma 30-un nəyinə? Kvadratına. 30-un kvadratı 900, 910-a vuranda elədi 9000 kilometrin kvadratı. Yəni cavabımız 9000-dir. 139 yenə bu qaydada yazmaq lazımdır. En uzun və fikir versə sahə var. Sahə varsa nə qarıram? Yenə miqyası kvadrata yüksəldirəm. Və burada yenə nə qarıram? 5 sıfırım silə bilərəm. Düsturda yenə bizim nəyimiz var? Miqyasımız var 30. Amma burada en uzun nəyin en uzunluğudur? Fikir verin. Yer səthindəki en uzunluğudur. Deməli bu səncə həqiqi məsafədir. 30-u vururam 60-a. 20800. Biz sərbəst yazdıq. Bizə dəqiqə. Eləyir 1800 kilometrin kvadratı. Sənin nəyin yoxdur? Təbii ki, xəritədəki məsafən yoxdur. Həqiqi məsafəni düstur burada öz yerinə qoyuram. Həqiqi məsafəm yəni 1800 bərabərdir. Xəritədəki məsafə yoxdur, onu tapmalıyam. Vurulsun nəyə? Miqyasa, amma miqyasın nəyinə? Kvadratına. Olsun kvadratı 900, 1809'a burada qalır 2 santimetrin kvadratı. 140'a baxıram. Bir xəritədə horizontallar 500 metrdən bir keçirilərsə, Xəzər dənizi ilə Bazardüz zirvəsi arasında neçə horizontal keçirmək olar? Gəlin həll eləyək olar bu sualda. Bax, ümumiyyətlə biz bilirik ki, Xəzər dənizinin sahilindəsənsə bu -27-dir. Bazardüzün də hündürlüyü təbii ki 4466-dır. Zirvəmi çəkirəm. Biraz orada. Bazardüzü zirvədir. Bu nöqtə olsun 4466. Bu ayrı. Və sən Xəzər sahilindəsən. Xəzər sahilidirsə bura 0 metr olsun. Amma Xəzər sıfırdan biraz aşağıdadır. -27-dədir. Kəsmə yüksəkliyini isə 500 metrdir. Qaydam nədir? Çökəklik olduğu üçün bu. Yəni bir növ Xəzər sahilindən başladığım üçün birinci horizontal hardan keçirəcəm? Hündürlük keçisi artır axı. -27-dən böyük 500-ə bölünən birinci ədəd. Təbii ki, bu eləyir 0 metr. Yəni birinci horizontal belə sıfırdan keçər. Təbii ki, aranın da biri 500 olduğu üçün 500 artırıram. 500 metr, 1000 metr, 1500 metr, 2000 metr, 2500 metr, 3000 metr, 3500 metr. Bir yana 0,1 artıq yazıq. Silək. 3500 metr və 4000 metr. Artıq 4500-də hündürlük çatmış. Sayıram horizontallar. 1 horizontal, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 9 dənə horizontal keçirə bilərik. Hətta saxlayaq. 141, 142 bunlar da miqyas məsələləridir. Miqyas məsələlərini fikir versəz uşaqlar, amma burada bu
sualın maraqlı tərəfi hardadır? Birinci tərəfdə, birinci nöqtəyə qədər olan yerdə sahə sözü var. Bura qədər biz miqyası kvadrata yüksəldirik. Amma ikinci hissədə sahə sözü olmadığı üçün ikinci hissədə miqyası kvadratsız yazırıq. Bax, bura diqqət yetirmək lazımdır. Bu tip suallarda həmişə yenə deyirəm, əgər hər hansındansa 2 dənə verərsə, yəni 2 dənə xəritədəki məsafə və ya 2 dənə hərqi məsafə və ya 2 dənə miqyas, həmişə birinci nöqtəyə qədər bir həll edin, sonra ikinci nöqtəyə baxın. Məsələn, burada birinci nöqtəyə qədər nə var? Düsturu yazaq birinci. Hərqi məsafən bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasın kvadratı. Niyə kvadrata yüksəltdim? Sahə sözü oldu burada. Hərqi sahəmizi verib 7942. HM'imiz yəni 7942 kilometrin kvadratıdır. Xəritədəki məsafəmiz isə 22 santimetrin kvadratıdır. Bizim nəyimiz yoxdur? Miqyasımız yoxdur. Gəlin birinci burada miqyas tapaq. Hərəsini öz yerinə qoyuram. 7942 bərabərdir. Təbii ki, xəritədəki məsafə vurulsun nəyə? Miqyasa, amma miqyasın nəyinə? Kvadratına. Çünki sahə sözü var. Burada da 7942-ni böləndə 22-yə elir 361. Yəni miqyasın kvadratı bərabərdir 361-ə. Bundan da təbii ki, kök neçə çıxar? Təbii ki, çıxar 19. Yəni miqyas bərabərdir 19-a. İndi mən miqyas tapdım. İndi keçirəm ikinci hissəyə. Xəritədə adanın ucqar şimal nöqtəsi ilə ucqar cənub nöqtəsi arasındakı məsafə 6 cm-dir. Bax, indi də mənim xəritədəki məsafəm var 6 cm. Miqyası tapmışam. Miqyası tapdım 19 kilometr. Nəyimiz yoxdur? Hərqi məsafəmiz yoxdur. Fikir versəz, hərqi məsafəni artıq biz düsturda miqyası artıq bu dəfə kvadrat yüksəltməyəcəyik. Çünki ikinci hissədə sahə və ya en uzun söhbət eləmir. Hərqi məsafəni tapmaq üçün nə qarmaq lazımdır? Xəritədəki məsafəni vurmaq lazımdır miqyasa. Xəritədəki məsafəm 6 cm vurulsun miqyasa, yəni 19-a, bu deyir 114 kilometri. Yadda saxlayaq. Yenə deyirəm, ikinci hissədə miqyası niyə kvadrata yüksəltmədik? Çünki sahə sözü yoxdur. 142 bunu eyni uşaqlar. 142 tam eyni sualdır. Ona görə əslində yazmıyor da bilər, amma yazaq yaxşı da. Yazmışıq, hamısını yazaq, xeyr edər. Deməli, hərqi sahəsi, burada sahə sözü var deyə yenə birinci hissədə miqyası kvadrata yüksəltdim. Xəritədəki məsafə vurulsun miqyasın kvadratı. Yəni 3718 mənim hərqi məsafəmdir. Birbaşa yerinə yazıram. 3718 bərabərdir 22 xəritədəki məsafəmdir. Vurulsun nəyə? Miqyasın kvadratına. 3718-i 22-yə böləndə qalır 169. Yəni miqyasın kvadratı bərabərdir 169-a. Miqyasın eləyir 13. İkinci hissədə də sağ xəritədəki məsafəni verib. Nə? 14. Sən buradakı hərqi məsafən nədir? Yoxdur. Hərqi məsafəni tapmaq üçün 13-ü vurmalısan. Təbii ki, nəyə? 14-ə. Yəni xəritədəki məsafəni vurmalısan 14-də. Hə, bu 4 yazmışam saç burada. 14 olmalıydı. 13 vurulsun 14. Bu deyir 182 kilometr. 142-ni dedik. Sonra keçək. Deməli 143-ə. Bunlar da miqyas məsələləridir. Fikir verirsiniz, hamısında bunların sahə sözləri var. Hamısında sahə sözləri var. Deməli bu sualların hamısında miqyasını ağarmaq lazımdır. Kvadrata yüksəltmək lazımdır. Tez-tez yazaq bunlarda. Baxaq uşaqlar. Baxaq. Bir dənə bunca nazikləşdirək. Getdik. Deməli, düsturu yazaq. Bax, uşaqlar, düsturu yazmaqdan bezməyin. Heç vaxt düsturu yazmaqdan bezməyin. Miqyası mən nə qalıram? Burada yüksəldirəm kvadrata. Çünki sahə sözü var. Sahə sözünü yaddan çıxarmayın.
5 0 sildim. 600 min mənim miqyasımdır burada. Yəni miqyasım belədir 6 kilometr. 5 0 sildiyimə görə kilometr yazıram. Olan xəritədə 4 sm. Yəni xəritədəki məsafəm də 4 sm. Nəyəm yoxdur? Həqiqi məsafəm yoxdur. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vururam. Nəyə? Miqyasa. Amma miqyasın nəyinə? Kvadratına. Yenə deyirəm çünki sahə söz var. 6-ın kvadratı 36 vurulsun 4 eləyir. Təbii ki 144. Eyni qaydada deməli o bir sualda yazaq. 144-cü sualda yazaq. 5 0 sildim qaldı 22. Bu mənim miqyasım oldu. Yəni miqyasım 22 kilometrdir. Niyə kilometr yazdım? 5 0 sildim. Yenə xəritədəki məsafəm nədir? 3 sm. Xəritədəki məsafəmiz oldu 3 sm. Həqiqi məsafəni nə varmalısan? Tapmalısan. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vurursan nəyə? Miqyasın kvadratına. Təbii ki 22-nin kvadratı eləyir 484. Onu da vuranda 3-ə eləyər 1452. Həqiqi məsafəm bərabərdir 1452-yə yadda saxlayaq. Daha sonra 145-ci suala keçirəm. Yenə eyni məntiqdir. 5 0 sildim qaldı 8. Yəni bizim miqyasımız 8-dir. Düstur dəyişmir çünki yenə deyirəm. Burada da sahə sözü var. Xəritədəki məsafəm də verib 4-ə nəyi tapmalısan? Həqiqi məsafəni tapmalısan. 4 hardan biləm xəritədəki məsafədir? Özü verir də xəritədə 4 sm-in kvadratı. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vurursan nəyə? 8. Amma 8-in kvadratına. Çünki yenə deyirəm miqyas bu tip suallarda yüksəlir kvadrata. 8-in kvadratı 64, onu da vuranda 4-ə eləyir 256. Yəni həqiqi məsafəmiz 256 kilometrdir. Eyni tip sualdır digər sualda. Bunu da yazaq. Yox, burada yüngülvari fərq var. Deməli uşaqlar, bu tip suallarda ümumiyyətlə nə varmaq lazımdır? Bir az aşağı düşək. Özümüzə yerə saxlayalım. 146, 147. Baxaq bunlara da. Fikir versəz burada amma 2 dəfə. Həm burada santimetr kvadrat var, həm də burada santimetr. Yəni burada bu tip bir sual işlədik. Fikir verirsə söhbət hansı sualdan gedir? Bax, bu sualdan getdi ki 141, 142. Bunlarda birinci tərəfə kvadrata yüksəltdik, amma ikinci tərəfə kvadrata yüksəltmədik. Çünki sahə söz yox ikinci tərəfdə. Amma bu 146, 147-də ümumiyyətlə 2 dəfə biz kvadratdan istifadə edəcəyik. Deməli, birinci 146-nı yazaq. Düstur yazmaqdan bezmirik həmişəki kimi. Nəyə bərabərdir? Həqiqi məsafəm xəritədəki məsafə vurulsun miqyasının kvadratına. 5 0 silirəm qalır 400. Xəritədəki məsafəm də 2-dir. Yəni sənin miqyasın 400-dür, xəritədəki məsafən isə 2-dir. Və 400 kilometrlədir çünki sənin 5 0 sildik. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vurmalısan nəyə? Miqyasın kvadratına. Bu da təbii ki 4-ün kvadratı 160 mindir. Vururam 2 eləyir 320 min kilometrin kvadratı. Bu sənin həqiqi məsafən oldu. Burada sıfırların sayını çox olmaz, səni aldatmasın. Yəni bu miqyas deyil, bu həqiqi məsafədir. İkinci hissədə də yenə sənə miqyas verib. 5 0 siləndə qalır 100. İndi də sən bax, bu tip sualları yenə deyirəm. Birinci nöqtə və ya birinci vergülə qədər həll edirəm. Bu ikisini həll elədim, sonra keçirəm 10 milyona. 5 0 sildim qaldı 100. Miqyasın oldu ki, burada da sənin 100. Həqiqi məsafən var, miqyasın var. Nəyin yoxdur? Xəritədəki məsafənin yoxdur. Həqiqi məsafən 320 min bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa, yəni 100-ə. Amma 100-ün nəyinə? Kvadratına, sahə sözünə görə. 100-ün kvadratı 10 min. 10 mində də 4 0 var. Bunda da 4 0 var. Yəni birbaşa ona görə bunları mən ixtisar eləmək istəyirəm. Yəni 320 mini 10 minə böləndə nə qalır? Elə birbaşa qalır. Bunlar ixtisar edir də. Elə birbaşa qalır 32 santimetrin kvadratı.
147 bunun yenə eynisidir. Bunu da qeyd edək. Deməli 147-ni yazırıq. Görürəm ki, miqyasım var. 5 0 siləndə qalır 400. Hərqi məsafəm bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasın kvadratına. Burada bizdə yenə 4 hissənin miqyasındır. Miqyas oldu 400. Xəritədəki məsafə isə təbii ki 2,5. Hərqi məsafəni almalısan, tapmalısan. Hərqi məsafəni tapmaq üçün xəritədəki məsafəni yəni 2,5-ə vurmalısan. Miqyasa yəni 400, amma miqyasın kvadratına. Təbii ki bu 400-ün kvadratı edir 160.000. Bunu vuranda 2,5-ə edir 400.000. Yəni sənin hərqi məsafən elədir 400.000 kilometrin kvadratı. Yenə deyirəm, bu sıfırların sayını çox olmaz, səni aldatmasın. Bu sənin hərqi məsafəndir. İkinci hissədə yenə sənə miqyas verib 5 0 siləndə qalır yenə buradan miqyası 100. Baxıram, hərqi məsafə var, xəritədəki miqyas var, xəritədəki məsafə yoxdur. Hərqi məsafə hərəsini öz yerinə qoymaq var düsturda 400.000 bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa, yəni 100-ün kvadratına. Yenə 100-ün kvadratı 10.000 edir. 400.000-i 10.000-ə böləndə qalır 40 santimetrin kvadratı. Bu da 147. 148-i yazaq uşaqlar. 148 yenə maraqlı sualdır. Deyir, horizontallarla təsvir edilmiş dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaq. Ətək deyəndə yadda saxlayın. Bu həmişə birinci horizontal olur. Yəni xarici horizontalla bir başqa ətək edə bilərik. Bu deyir, hardan keçir? Dəniz sahilindən. Bu sual açar sözdür ki, dəniz sahili neçə metr olur? 0 metr. Bax, bura 0 metrdir. Kəsmə yüksəlik tapa bilərəm. Kəsmə yüksəliyin tapılma qaydası nədir? Bayaqdan demiş, bizə deyək. Böyükdən çıxıram, yəni 1200-dən çıxıram. Kiçik, yəni 0-ı bölürəm aradakı boşluqlara. 1 boşluq, 2 boşluq və 3 boşluq. Bölürəm 3-ə. Aranın bir yer 400 metr. Təbii ki 0, 400, 800, 1200 və K nöqtəsi fikir verdikcə elədi 1600. Bizdə nə istəyir? K nöqtəsi ilə zirvə arasındakı fərq. K nöqtəsi 1600 oldu. Zirvədə təbii ki 2115-dir. 2115-dən çıxıram 1600-ü, qalır 515 metr. Yadda saxlayaq. 149 da yenə eyni tip sualdır. Yenə fikir versəz deyir ki, dağın ətəyi hardadır? Dağın ətəyindən keçən horizontal, yəni xarici horizontalın dəniz sahilində. Bura oldu, yəni 0 metr dəniz sahili dediyi üçün. Kəsmə yüksəliyin tapılma qaydası eynidir. Böyükdən 2400-dən çıxıram. Nəyi? Kiçiyi 0-ı bölürəm aradakı nəyə? 1, 2 və 3 dənə boşluğa. Elədim 800 metr. 0, 800, 1600. K nöqtəsinin olduğu horizontal 1600 metrdir. Zirvə isə 4820-dir. Yenə bizdən K ilə zirvə arasındakı fərq istəyir. 4820 çıxılsın. 1600 metr. Bu da təbii ki 3000 deməli 220 metr hesab olunur. Yadda saxlayaq. 150 və 151-ci suallara da baxaq. Yekunlayıq uşaqlar. Görək nə deyir 150 ilə 151-də. Deyir ki, 150-də nisbi hündürlüyü 218 metr olan dağın təsvirində 5 horizontaldan istifadə olunubdur. Nisbi hündürlük nədir? Zirvə və ətək arasındakı fərq. Bax, deyək ki, uşaqlar, dağ çəkək. 1 horizontal, 2 horizontal, 3 horizontal, dağı göstərgəsi çək. 3 horizontal, 4-cü və 5-ci horizontal. Bizə deyir ki, dağdır bu. Dağdırsa təbii ki, B kiçikliklərini də qeyd eləyək.
Sonra doğru. Nisbi hündürlük nədir? Zirvədən ətəyin fərqi. Olan dağın ətəyində 5 horizontaldan istifadə olunur. Dağın ətəyindən keçsən birinci horizontalın hündürlüyü 500 metrdir. Bax, bu horizontal 500 metrdir. Buradan da dağın zirvəsinə deməli neçə metr var? 218 metr var. Deməli 500 üstə gələk 218. Zirvə elədi təqribən 718 metr. Və burada ümumiyyətlə belə deyək də, kəsmə yüksəkliyi müəyyən edin deyir. Bu sualda biraz dəqiqlik yoxdur. Yəni mən tam bu sualla razılaşmıram. Amma burada cavabımız yəni elə bir rəqəm götürməliyik ki, yuvarlaq bir rəqəm və fikir ver. Daxili horizontalla xarici horizontal arasında 1, 2, 3 və 4 dənə boşluq var. Aradakı bu 218 metrlik fərq, bu horizontalla zirvə arasındakı 218 metrlik fərqi biz o 4 dənə boşluğa bölüb yuvarlaq bir rəqəm almalıyıq. Bu da təqribən eləyir 50 metr. Məsələn, bura sən nəyə görə 50 metrdə eləyir? Çünki burada elə bir rəqəm götürməlisən ki, 50 ilə azaldanda 500-ə bölünsün. Məsələn, 51 kəsmə yüksəkliyi olaraq götürə bilərsən. Amma buradan sən 50 ilə azaldanda aşağıya doğru. Bu 51 500-ə bölünmür axı. Yəni elə bir rəqəm götürməlisən. Bu da təbii ki 50-dir. Məsələn, bura olsun 700. Bura olsun 650. 600. 550. Bura 1.50-də azaldanda 500 oldu xarici horizontalın. Yəni bu 50 metr qoyanda düz gəlir. Amma deyək ki, kəsmə yüksəkliyi olaraq sən 51-52 də götürə bilərsən. Amma 51-52-ni 51-51 və ya 52-52 azaldanda gəlir 500 eləmir axı. Ona görə bizim dağımız olur 50 metr. 151-də də eyni məntiqdir. 92-ni elə bil arada 3 dənə 4 horizontal varsa 3 boşluq deməkdir də. 3 boşluğa böləndə yuvarlaq bir rəqəm götürməsən, bu da təbii ki elə 30 metr eləyəcək. Yadda saxlayaq. Bu qədər uşaqlar. Bu qədər yeşunuyaq.